Lobiya çox qədim bitkilərdən biri hesab olunur. Lobiya çox faydalı və qida dəyəri yüksək bir məhsuldur. Çeşidindən asılı olmayaraq lobiya çox faydalı və dadlıdır. Lobiya əla zülal mənbəyidir. O ən yaxşı bitki və zülal qaynaqlarından biridir. İnsan orqanizminin hər gün zülala ehtiyacı var. Məhz o, saç, dırnaq, dəri, əzələ, vətər, bağlar, daxili orqanların toxumlarının möhkəm strukturunu təmin edir. O, fol turşusu ilə zəngindir. Fol turşusu bədənə oksigeni ağciyərlərdən digər toxumalara daşıyan sağlam qırmızı qan hüceyrələrinə istehsal etməyə, həmçinin karbohidratları hüceyrələrin enerjinin alınması üçün istifadə etdiyi glukozaya çevirməyə kömək edir. Bundan əlavə hamiləliyin ilkin müddətində ondan adekvat şəkildə istifadə olunması tövsiyə olunur. Çəkini saxlamağa və arıqlamağa kömək edir. Lobiya arıqlamaq üçün ən faydalı qidalardan biridir. Onun tərkibində yağ və kalori azdır. Zülal və lif isə çoxdur. Zülal və lif çəkinin azalması üçün ən vacib iki qida maddəsidir. Onlar uzun müddət ərzində toxluq hissini saxlamağa və qəlyanaltıdan çəkinməyə kömək edir. Ürək üçün faydalıdır. Lobiyanın tərkibində ürək fəaliyyətini dəstəkləyən bir çox qida maddəsi var. Onun qəbulu qanda homosistein amin turşusu səviyyəsini azaltmağa kömək edir. Qanda yüksək homosistein miqdarı olduqda insan ürək xəstəlikləri, insulta məruz qalır. Lobiya qanda xolesterinin səviyyəsini aşağı salır. Lobiyanın tərkibindəki lif, xüsusən də həll olunan lif, aşağı sıxlıqlı lipoproteinin qana udulmasını azalda bilər. O damarların divarlarında yığılaraq onların sərtləşməsinə və daralmasına səbəb olur və nəticədə hipertoniyaya səbəb olur. Lobiya qanda şəkərin səviyyəsini tənzimləyir. Lobiya şəkərin qanda mənimsənilməsi prosesini yavaşladan, həll olunan lif sayəsində qanda şəkərin səviyyəsinə nəzarət etməyə kömək edir. Bundan əlavə paxlalı məhsul aşağı glikemik indeksə malikdir. Bu o deməkdir ki, qanda şəkərin səviyyəsinin kəskin sıçrayışına səbəb olmayacaq. Lobiya və digər paxlalı bitkilərin ən yaxşı xüsusiyyətlərindən biri onların tərkibində C, B1, Y və K kimi yüksək miqdarda vitaminlərin olmasıdır. Bu vitaminlər sağlam hüceyrələri iltihabdan və zədələnmədən qoruyaraq antioksidant rolunu oynayır. İltihab və hüceyrə zədələnməsi xərçəng də daxil olmaqla xroniki xəstəliklərin əsasında dayanır. Lobiya bir çox xəstədə diabeti tənzimləmək və idarə etmək üçün göstərilmişdir. Şəkərli diabet orqanizmin normal funksiyalarını yerinə yetirə bilməsi üçün qan şəkərinin normal səviyyədə saxlanmalı olduğu bir xəstəlikdir. Diabetin təbii tənzimləyiciləri çox azdır və yaşıl lobiyaların diabetə nəzarət etmək qabiliyyəti insanlara böyük faydalar təqdim edir. Lobiya immunitet sistemini gücləndirən antioksidantlarla zəngindir. Antioksidantlar bədən üçün faydalı komponentlərdir. Bu komponentlər təhlükəli sərbəst radikalları bədəndən çıxarır. Yaşıl lobiya həm də flavonoidlərin və karotinoidlərin zəngin mənbəyidir. Sidik qovucu təsirə malik olan lobiya sidik kisəsinə və sidik yollarına müsbət təsir edir. Lobiya dişlərin və damaqların sağlamlığı üçün də çox faydalıdır. Lobiya nəfəs yollarını selikdən təmizləyir. Kaliumla zəngin olan lobiya ürək üçün olduqca faydalıdır. Ürək ritmini tənzimləyir. Ürək əzələsini möhkəmləndirir. Həmçinin kalium orqanizmdə ödemlərin azalmasına kömək edir. Lobiya yüksək təzyiqdən əziyyət çəkənlərə də yaxşı kömək edir. Təzyiqi tənzimləməyə yardım edir. Lobiya çox tez toxluq hissi yaradır və bu səbəbdən arıqlamağa kömək edir. Lobiyanın bu xüsusiyyəti müxtəlif pəhrizlər zamanı istifadə olunur. Hətta xüsusi lobiya pəhrizi mövcuddur. Lobiyanın yeganə mənfi tərəfi bağırsaqlarda qazların əmələ gətirməsidir. Tibbdə buna meteorizm deyilir. Lobiyanın bu xüsusiyyətini azaltmaq üçün mütəxəssislər lobiyanı bişirilməkdən əvvəl bir neçə saat ərzində suda islatmağı tövsiyə edirlər.
edirlər. Həmçinin suya bir qədər soda əlavə olunduqda lobiyanın bu mənfi xüsusiyyəti azalır. Lobiyanı uzun müddət ərzində bişirmək və xörəyə şüyüd, raziyana kimi təbii köp əleyhinə otları əlavə etmək lazımdır. Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı lobiyanın qəbulu insanın sağlamlığına ziyan vura bilər. Bu xəstəliklər arasında mədə və 12 barmaq bağırsağın xoraq xəstəliyi, kolit, xolesistit, pankreatit, podaqa da var. Odur ki, əziz dinləyicilər, lobiyadan düzgün şəkildə istifadə edin ki, sağlamlığınızı qorumuş olasınız.